Yaşad Fondu Gəncədə bilimdən zəfərə layihəsini reallaşdırıb. Layihə Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonlarından olan 6-14 yaş arasındakı 90-dan çox şəhid övladını əhatə edib. İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib. Proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb. Bilim şou nümayiş etdirilib. Məqsəd ümumiyyətlə uşaqların elmə, innovasiya və texnologiya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işləndiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir. Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub. Yaşad Fondu tərəfindən mütəmadi olaraq maarifləndirici layihələrin icrası reallaşdırılır.